Xırdalan şəhərinin ən gözəl ərazisində, Xırdalan dairəsi yaxınlığında 65 kvadrat metrdən ibarət 3 otağa düzəlmə, kubçası hazır əldə olan belə bir gözəl mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilərim. Təqdimata başladıq zal hissədən. Mənzilimizin əsas giriş qapısı burdadır. Keramogranit gördüyümüz hissələr hər biri isti döşəmədir. Bina 16 mərtəbədən ibarətdir. Mənzil 13-cü mərtəbədə yerləşir. Bir daha qeyd edirəm. Xırdalan şəhərinin giriş hissəsində, Xırdalan dairəsi yaxınlığında yerləşir mənzilimiz. Mənzilə daxil olarkən ilk olaraq bizi qarşılayır mətbəximiz. Gözəl səliqəli mətbəximiz var. Yəni stol qoyulub, rahatlıqla oturulub. Bugünkü gündə bu kvadratda 3 otaq, yəni çox əla bir proyekt hesab olunur. Yəni 65 kvadrata görə 3 otaqlı mənzil çox əla bir proyektdir. Burada detisk otağımızdır. Dəyərli izləyicilər, mənzilimiz tam əşyalı da satıla bilər, elektronika çıxmaq şərti ilə. Əşyasız da satıla bilər. Əşyasız satıldığı halda mətbəx mebeli, kondisioner və kombi, təbii ki, radiatorlar qalacaq, digər hər bir şey çıxacaq. Mənzilimizin baxışı birbaşa Xırdalan dairəsinədir. Dəyərli izləyicilərim, gördüyünüz kimi, baxın, Xırdalan dairəsi şəhərə ən yaxın məsafə Bakı-Sumqayıt yolu. Mənzərə olaraq çox ideal bir mənzərəsi var. Qeyd etdiyim kimi, geniş eyvanı var. 65 kvadrat metrdən ibarətdir. 3 otağa ideal şəkildə düzəlib. Qonaq otağını göstərirəm bir daha sizlər üçün. Gördüyümüz kimi bu şəkildə qonaq otağımız var. Sonda sizlərə yataq otağını təqdim edəcəm. Dəyərli izləyicilər, sizin də əgər satışda əmlakınız, mülkünüz varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Əmlakınızın qısa zaman ərzində satılmasına biz sizə köməklik göstərə bilərik. Son olaraq keçirik. Mən sizə göstərirəm sonuncu otağımızı, yataq otağına. Burada yerləşir mənzilimizin yataq otağı. Bu şəkildə. Özünə məxsus pəncərəsi. Baxın bu şəkildə. Mənzilin istilik sistemi kombi sistemidir. Qeyd etdiyim kimi, kubçalı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Binanın heyəti var. Yeraltı avtodayanacağı var. Və birbaşa Xırdalan dairəsinə çıxışı var. Çox rahat bir ərazi hesab olunur. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək. Qeyd etdiyim kimi, siz bu mənzili əşyalı və əşyasız şəkildə əldə edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.